Mən bugünkü gün istədiyim o məqamın sahibiyəm. Nə xoş mənim halıma ki, sevgimin də sahibiyəm. Nə xoş mənim halıma ki, məni yaradanı o dərəcədə sevirəm ki, onun bütün yaratdıqlarına sevgi ilə, ehtiramla yanaşıram. Bir də nə xoş mənim halıma ki, məni yaradanın ən əl çatmaz və uca olduğunu bilirəm. Bir də sizə bir söz deyim. Hər biriniz ən əl çatmaz uca bir arzunuzu məhz sizi yaradandan istəyə bilərsiniz. Niyə durmusunuz? Nəyi gözləyirsiniz? Düşünürsünüz ki, siz özünüz mü edəcəksiniz? Xeyr. Sizin nə istəməyiniz sizin özünüzə qalsın. İlkin olaraq sizi yaradandan onun qüdrətinə inanmanız vacibdir. Onun qüdrətinə inanın və düşünün ki, sizi yaradan ən uca, ən əlçatmaz, ən möhtəşəm arzularınızı sizin ünvanınız eləyə bilər. Heç vaxt düşünməyin. Nəyisə, necəsə istəyərək, həyatınızda cüzi puzzleları yerləşdirərək özünüzü ucuzlaşdırıb cılızlaşdırmayın. Düşünün, siz yaradanın qüdrətinə, qüvvəsinə inandıqca həyatınızda çox böyük dəyişikliklər olacaq. Siz sizi yaradanın eşqinə, onun xatirinə, onun yaratdıqlarını sevgi ilə yanaşın. Bugün mən niyə şükür eləməyim məni yaradana? Mən niyə görə bugünkü gün bir qız övladı kimi, bir ana kimi, bir qadın kimi, bir xanım kimi əzizlənirəmsə, bir bacı kimi əzizlənirəmsə, qız anası kimi, oğul anası kimi sevilirəmsə, Allah mənə ən gözəl, hər kəsin arzuladığı atanı, ailəni, qardaşı, ümumiyyətcə əhatəmdəki sevgiləri mənə doya-doya yaşatdı.